Əsədov Əmircan kəndində sənətkarlarla bir gününü keçirtdi. Burada hətta keramika üzərində fərqli rəsmlər yaradanlar da var. Duluzçularla görüşdü. Qancar işi tamamilə fərqli olur. Bu sırf əl iş olur. Taxtadan olan əl işlərinə heyranlıqla baxdı. Tələbat o qədərdir ki, bunu artıq işə çevirməliyik. Gənc bəstəkarla zövqü necə qoruyaq deyə müzakirə etdilər. Bayağı mahnı deyilən bir şey mənə görə yoxdur. Yox, mən biraz səninlə razılaşmıram. Niyə? Turalı Əmircanda bu cür qarşılayan kim idi? Əmircan kəndinə yenidən gəldim. Gəldim, gəzdim, gördüm, sevdim. Məncə siz də sevəcəksiniz. Sadəcə görsəz bəs eləyər. Ötən buraxılışımızda Əmircanda mən nələr gördüm, nələr yaşadım. Möhtəşəm hissləri sizinlə bölüşmək istəyirəm. Özümlə kitab apardım. Balaca dostlarıma dəstək olmaq istədim. Demək, uşaqlar gəlib bu güşəyə yaxınlaşırlar və burada istədikləri kitabı götürüb oxuyurlar. Artıq oxuyub bitirdiklərini isə gətirib yerinə qoyurlar. Mən də evdən bu kitabları götürdüm ki, burada qalsın, uşaqlar nə vaxtsa oxuyarlar. Daha sonra isə Dəmiryol stansiyasında eşitdiyim hekayələri sizinlə bölüşdüm. Səttar Bəhlulzadə şəkillərdən gördüyünüz kimi də heç vaxtı əyin başına fikir vermirmiş. Çünki o düşünürdü ki, paltar yalnız istidən və soyuqdan qorumaq üçün lazımdır. Və bir gün həmən bu stansiyada elektriçkaya minir, hava isti olduğundan o başındakı biletini yanına qoyur və onu yuxu aparır. Artıq elektriçka mərkəzə çatanda o ayılır, görür ki, onun papağının içində xeyli pul var. Cəmaət, elektriçkada olan insanlar düşünüblər ki, o dilənçidir və onun papağına pul atıblar. Amma heç vaxt bilməzdi ki, Səttar Bəhlulzadənin əsərləri indi hal-hazırda milyonlarla dəyərləndiriləcək. Amira xanım burada mənim fotolarımı çəkdi. Bura gəlmişdimsə, məşhur rəssam Qəyyur Yunus ilə mütləq danışmalıydım. Səttar rəhmətli sağlığında görmüşəm, ustadım olub. Və onun demək olar ki, hər cür xarakterini, düşüncəsini, təfəkkürünü, danışığını bildiyim üçün onu elə çəkirəm ki, yəni bir obraz kimi. Yenə keçmişindən danışdım. Xilə kəndinin keçmişindən. İndi isə Əmircan kəndinin müasir gənclərindən danışacağam. Elə gənclər ki, mütləq bu gənclərin bir ayrı incəsənətimizdə yeri var. Bunlardan biri də gənc bəstəkar dostumuz Tərlandır. Onun ifalarını tez-tez eşidirsiniz, simasını isə az görürsünüz. Bu da o. Xoş gəlmisiniz Əmircana. Uzun müddət burada yaşamısan. Mən burada doğulmuşam, burada məktəbə getmişəm, burada musiqi məktəbinə getmişəm. İlk dostlarım burada olub. Buranın məhəllələrində, düzdür, hamısında gəzməsəm də müəyyən bir yolum olub da. Məktəb, ev, musiqi məktəbi, nə bilim, sinif yoldaşlarım gibi. Yəni belə gəzdiyim, dolaşdığım bir kənddir və çox sevdiyim, həm də açığı deyim, bura mənim üçün tək bir məkan deyil. Hələ elə bilən bu ruhumun bir parçasıdır bura. Buranın öz vibe-ı var səndə. Hə, var, həqiqətən var. Onu valla özümü biraz da məndə əslində o kimi şeylər belə qabarıq deyil, amma sevirəm Əmircanın rəqsini. Yəni o sevdiyimdən xilə rəqsi də yazmışam məsəl üçün bura. Mən heç qoymadım ki, yəni kimsə mənə nəsə düzgün bilmirəm, Əmircana mahnıza da yazmırsan. Yəni belə mən yəni Əmircanda bol xatirələrim oldu. Biz Biləcərini çəkəndə onda Əlixanla söhbət edirdi, Rəcəbovla. Dedim ki, bəs o da Biləcərdə doğulub, böyüyüb, başa çatıb, sonra indi köçüb mərkəzə, işləyir, yaradır, nəsə eləyir. Və o dedi ki, qocalanda mən elə Biləcəriyə qayıtmaq fikirəm. Sən Əmircana qayıdacaqsan qocalanda? Çox yaxşı sualdır. Mənim hər dəfə anam deyir ki, yaşlaşanda gəlib qalarsan burada. Hələ o barədə bir fikir bildirə bilmirəm. Bəs ümumiyyətlə düşünürsənmi ki, süni intellekt indi musiqiçiyə, bəstəkara hər hansısa bir təhlükə yarada bilər, yoxsa yox? Deməzdim yaradır. Deməzdim. Yəni indi özün də çox gözəl bilirsən ki, burada
mahnı sözləridir, hətta verirsən ora. yazır özü. Yazır, Bəli. sözlərində yazır, Bəli. musiqini də bəstələyir və hətta oxuya da bilir. Bəli, əslində mənə də göndəriblər belə şey ki, bir dənə qulaq as gör necə mahnı yazmışam. O süni intellektin bir dənə özünə məxsus belə mən həm də səslə eşidirəm deyə bilirəm də, onun belə vızıltısı var. Ondan tutmaq olur ki, o vızıltıdan tutmaq olur ki, bu süni intellektdir, amma bu sən yazana oxşamır da, bu süni amma deyim ki, yaxşı məhsul çıxarda bilir ortaya. İndi başqa cür deyək də, nə qədər insan sənin kimi bax o vızıltını eşidə bilir. Yəni hə, hətta kimə lazımdır o vızıltı, yəni onu da razılaşıram, amma hər bir ehtimalla insani hissiyat yoxdur orada da. Bəlkə onu haçansa 90% indi eşitdiyimiz mahnılar, istər radioda olsun, istər televizorda olsun, fərqi yoxdur. Əksəriyyət deyir ki, bayağı mahnıdır. O bayağı mahnını, yəni digər o 10% mahnı ilə müqayisə eləyəndə 90% həddindən artıq çoxdur. Və cəmaət indi bütün hamımız televizordan, radiodan deyirik ki, zövqü formalaşdıraq, zövqü dəyişək, keyfiyyətli musiqi dinləsinlər. Bu bayağı mahnıya qulaq asan adam elə süni intellektlə yazılan mahnıya da qulaq asar. əslinə qulaq asar. Yəni deyim ki, süni intellekt daha yaxşı təqdim edir. Hətta. Bəli, əlbəttə. Yəni bayağı mahnının təqdimatdan çox şey asılıdır. Yəni bayağı mahnı deyilən bir şey mənə görə yoxdur. Yəni mahnı hər bir insanın zövqünə, yəni bir insanın belə zövqünə oxşaya bilirsə o mahnı, deməli o boşuna işlənir. Amma onu bayağı təqdim edənlər var. Zövq körlanıbsa əgər. Yəni o zövq insanın korlanıb deyəndə biz qəbul eləməliyik. Zövq korlanıb baxır ki, hansı tərəfdən baxırıq məsələyə. Məsələn, onların bəlkə öz ətrafında o zövq korlanmış insanların qurğunda məsələn deyək, biz ona korlanmış kimi baxırıq. Otursaq onlar onu çox da zövqlü qəbul edirlər. Yəni musiqi də elə bir şeydir ki, məsələn biz kimin işinə qarışa bilərik, deyə bilərik ki, sən buna qulaq asma. Adam ondan zövq alır. Adam sən ona qulaq asma, bəs sən o cür mahnı yaza bilərsən ki, onu hamı bəyənsin. Vallahi. Yəni belə olmasın ki, bu nə? Yazmışam da, yəni bir neçə dəfə olub. Amma bu bayağı deyil də. Yəni elə bir temp tutmaq lazımdır ki, yəni necə deyim, zövqsüz də demək istəmirəm, biraz pis çıxır. Bu da bizim millətimizin nümayəndəsidir də. Yəni mənə biraz ağır gəlir o söz. Yəni belə deyək də, loru dillə deyək, bayağı mahnı adını vermişiksə, amma mən onu da bayağı demirəm. O insanlar da bəyənirlər bu mahnı. Ümumiyyətlə musiqi bir hissiyatdır. Yəni biz bir hissiyatı qarşı tərəfə ötürə biliriksə, istər bayağı olsun, istər akademik mahnılar da ola bilər də. Yəni o bizim o deyirik də, o biraz yumşaq mahnılara qulaq asan adamlar da bəyənə bilərlər o mahnını. Əsas o hissiyat ötürmək məsələsi var. Mahnını bəsitləşdirirlər də, belə deyək. Əslində mahnı forması bəsit formasıdır da musiqinin. Bəsitləşdirmək üçün mahnını nə lazımdır, bilirsən? Bəsitləşdirmək üçün mahnını minimalizmdir. Yəni daha az informasiya. Nə? Ora istənilən mahnı bir də tuk əlavə edirsən, o bəsitləşir. Amma nəyə görə bu sevilir? Nəyə görə? Çünki ruhu var. Baxın, hər bir bayağı dediyimiz mahnıya, belə deyək də, diqqətlə bir dənə qulaq asın. Diqqətlə. Görəcəksiniz ki, o mahnının ruhu var. Var, yəni, amma nəsə var da. Amma kasıb bir ruhdur da, o da kasabdır. Bu da varlıqdır da, amma da biz buna deyə bilmərik ki, yoxdur. Ümumiyyətlə bir şey düzəltmək istəyirsə, onu bir gərək qəbul edək. Bilək ki, bu var. Buna da qulaq asan adam olmalıdır. Siz deyirik ki, biz deyək ki, olmalıdır deyəndə yox, mən biraz səninlə razılaşmıram. Niyə? Yəni bu ölkənin çox belə istedadlı gəncləri də var. Başa düşürəm. Olan yerdə bu birisilər niyə çoxluq təşkil etməlidir? Baxın, başa düşürəm, ona da kimsə qulaq asır. Okay, amma o nə qədər düzgün mahnıdır? Mən razıyam, düzgün deyil. Bunun üçün çox fundamental işlər görülməlidir. Tək bu bizdə belə problem deyil. Bu bütün dünyada, mən bunu araşdırmışam. Bütün dünyada bu problem var. Ən öndə gedən Avropa ölkələrində bu dəqiqə bayağılaşma. Özü də indidən yox, 14-cü əsrdən bu yana gəlir. Və kilsə musiqi ən belə deyək də elitli musiqi sayılıb vaxtı ikən, bəli. O musiqidən biz görüblər ki, dövlətin o üst səviyyəli olan adamlar ki, bu musiqiyə artıq insanlar qulaq asmır. İndiki bizim bayağı dediyimiz musiqi o vaxtı da 13-14-cü əsrdə olub və deyiblər ki, gəl bunun qarşısını alaq. O vaxtı musiqini arqanda ifa edirdilər burada. Okey, onlara da bayağı gəlirdi o. Başa düşdünüz? Yəni o piləkan düşür aşağıda.
İndi o Lap vaxtdan dibi haradır? Ay dibi yoxdur, deməli hələ də gedirik, davam var. İndi o vaxtdan bunu düzəltməyə çalışıblar və görüblər ki, bunu düzəldə bilməyəcəklər. Yəni açığı bir dənə özümüz belə fikirləşək. Azərbaycanın ən çox tənqid olunan bir müğənni var, adını çəkmək istəmirəm. Ən çox tənqid Nə, olunan. bildim kimi Bəli. deyirsən. Onun YouTube-da baxış sayı ən çox olandır. Başa düşdünüz? Nə qədər? Yəni kimi nə çox tənqid eləyəcəksə onu şişirdirik. Biz əgər istəyiriksə inkişaf getsin, onda istedadlı adamları tapmalıyıq. Onlara təkan verməliyik. Tapırlar, çıxardırlar. Müxtəlif müsabiqələr var. Bəli. Çıxırlar, oxuyurlar, Yarım- yerlər tuturlar, Bəli. sonra da itirlər. Davamiyyətli olmalıdır da. Davamiyyətli olmur deyə belə olur. Yəni buna bir sistem qurulmalıdır. Əgər siz deyirsinizsə, elə olmalıdır. Bir sistem qurulmalıdır. Çox istedadlı adamlar həqiqətən var. Yəni onları tapıb bunların üstündə əməlli iş görmək lazımdır. 1-2 dənə mahnılıq yox. 10 illik. Bəs sənin yazdığın mahnı olub ki, sən onu yazmısan, işləmisən, aranjman eləmisən, kiməsə satmısan, ya təqdim eləmisən, hədiyyə eləmisən. O onu ifa eləyib, sən heç xoşuna gəlməyib ifa tərzi, bacarığı və demisən ki, mən adımı heç yazmayın onun altında. Yox, adımı yazmayın deməmişəm. Amma De. yəni neyniyə bilərik? Heç Orada oturan da bizim adamdır da. Yəni Yox, heç nə söz deyə yox. bilmirik. Orada qalırıq belə ki, neyniyək? Heç nə deyə bilmirik. Hə, Hə, əslində elə bir şey olmayıb, amma belə bir şey olub. Məsəl üçün bir də görsən mən mahnı yazıram, bir şey hiss eləyirəm də, bunu belə oxusalar yaxşı olar. O indi modda olan söz var, vibe ala bilmirəm ondan, o halı. Və onu çatdıra bilməyən adamlar yəni olur. Yəni onlar olur, çox olur belə hadisə. həmən o adamları biz bayağı ifaçı adlandıra Adlandıra bilərik. bilmərik. Xeyr, Yox. xeyr, hamısı professionallar. Yəni bu işlədiyimiz ümumiyyətlə də mənim musiqiyə baxışım biraz pul üçün deyil. Yəni o bayaq dediyim o şey var idi, o sənət üçün birinci yerdə O da duran lazımdır. sənət üçün. Pul da lazımdır. Əgər işini yaxşı görürsənsə, bu baxmır nəyisə də, işini yaxşı görüb, hardasa bir hədəfin varsa, nəyisə görə bilirsənsə, o pul özü adama onsuz da gəlir. Yetər ki, sən vicdanla yaxşı iş gör. Yəni mənim də o odaqlandığım bir şey var ki, mən bir də görsən 5 mahnı yazıram, o 4-ünü silib oluyor. Birini saxlayıram. Tamamilə silib atır. Bəli, silib atıram tamamilə. Yəni görürəm ki, bu mən Hansı meyarla ölçürsən onu? Yəni özün daxili Xoşuma gəlmir. senzor. xoşuma gəlmirdi. Hansısa bir hissəsi xoşuma gəlmir bir də görsən. İşte mahnı belədir ki, oturdum, bir dəfə yazıram. Yazdım, qulaq asıram, bir neçə gündən sonra qulaq asıram. Hə, olur ki, həqiqətən də belə adam özü ilə də fəxr edir ki, belə qıraqdan durub baxmır ki, bunu mən Bərəkallah. Bərəkallah, sağ ol. Amma olur ki də doğrudan da xoşuma gəlmir də. Hətta ən pisi nə olur? Yuxuda yazdığımız mahnılar. Yaddan Ən çıxır. pis, yaddan çıxmır. Yuxuda elə bilirsən ki, bu dünya xitidir də. Elə də olur da, durub mənim dostum var Elçin Cəfərov. Onda da eyni hadisə baş verib. Deyirəm nəticə bəstəkarları desən, hamı yuxuda da mahnı yazır. Durmuşam yuxudan, mahnını aranjirovkalı, Orkestr oturub hazır, dirijor dayanıb. Əladır. Yuxudan yuxulu. Səhər durub qulaqam. Nə doğmuşam? Bir dənə şey tuta bilmirəm bundan. O olub. Əsədov Əmircan kəndində sənətkarlarla bir gününü keçirtdi. Burada hətta keramika üzərində fərqli rəsmlər yaradanlar da var. Dulusçularla görüşdü. Qancar işi tamamilə fərqli olur. Bu sırf əl işi olur. Taxtadan olan əl işlərinə heyranlıqla baxdı. Tələbat o qədərdir ki, bunu artıq işə çevirməliyik. Turalı Əmircanda bu cür qarşılayan kim idi? Əmircan kəndini tanıdan və bu kənd üçün gəncləri maarifləndirən dostlar da var. Hansı ki, bütün kəndi mənə tanış eləyirdi. İstəyirdi ki, Əmircan haqqında buraxılışımız digərlərindən fərqli alınsın. Məncə alınır da. Onu da qeyd edeyim ki, bu gənc dostumuz sosial şəbəkələrdə də məhz Əmircan kəndini tanıtmaqla məşğuldur. Heç bir şey ummadan və gülmədən. Əmircana gələn bütün media nümayəndələrini qarşılayırsan. İşlərinə kömək olursan. Heç bir təmənnasız filansız. Bəli. Sosial şəbəkələrdə Əmircanın təbliğatı ilə məşğulsan. Hətta siz də görmüsünüz. Mən də görmüşəm. Təmənnasız. Bəli. Maraq nədir? Ki məncə bu sevgidən qaynaqlanır.
mənim bu qəsəbəyə olan sevgimdən. Çünki bilirsiniz ki, Əmircanı hətta Bakının Florensiyası belə adlandırırlar. Əmircan hər zaman dahi şəxsiyyətlərin belə deyək ki, məkanı olub və ona görə də bu işdə heç bir təmənna yoxdur. Bilirəm. Bəli. Bu sadəcə mənim özümə, hətta mən bu işdə tək deyiləm. Zaur adlı bir qəsəbəmizin sakini var, dostumuzdur. O da hətta təmənnasız, hamının öz şəxsi işləri var. Amma təmənnasız şəkildə mənə kömək eləyir. Qəsəbəmizin inkişafı üçün biz gənc olaraq məncə düşünürəm ki, təkcə mən yox, qəsəbəmizin bütün gəncləri əlindən gələni eləməlidir Əmircan üçün. Əmircanın inkişafında bütün gənclərin töhfəsi olmalıdır. Mən əminəm ki, ən azı bu verilişə baxan şəxslər artıq maraqlanıb dəstək olacaqlar sizə. Biz də əminik. Çünki yenə deyirəm, bu işdə təmənnasız qəsəbəmizin adını daha da ucalara qaldırmaq üçün və Əmircanımızı hər yerdə tanıtmaq üçün. Məqsəd yəni budur. Çox şad oldum bir daha. Təşəkkür edirəm qarşılığınız. Görüşərik inşallah. Allah qoysun. Sağ olun. Bilmirəm buranın havasındandır və ya suyundandır, amma Əmircanda rəssam həddindən artıq çoxdur. Burada hətta keramika üzərində fərqli rəsmlər yaradanlar da var. Salam aleyküm. Salam, çox xoş gəldiniz. Xoş gördük. Gözəl mehmanxanamıza. Gözəl xanımlar gözəl əl işləri ilə məşğuldurlar. Təşəkkür edirəm. İncə sənət işi ilə demək olar ki, Hardan yarandı bu ideya ki, Əmircanda siz bax bu işlə məşğul olasınız? biz Şəhla xanımla yaxın dostuq, tanış olmuşuq. Şəhla xanım bizim Təbrizdən gəlib, qonağımız da Azərbaycanlıdır və illərlə keramika sənəti ilə məşğul olub və bizi birləşdirən mən Şəhla xanım əl işlərini görəndə, yəni ki, onun gördüyü bu işə çox vurğundan oldum, çox bəyəndim, çox sevindim və biz qərara gəldik ki, bir yerdə bu keramika sənətini Azərbaycanda inkişaf elətdirək. Yəni yeni gələn nəsilə yəni bunu Bu sənəti yayaq, öyrədək. Çünki yeni gələn nəsil çox anlayışı yoxdur bu sənətdən. Vardı qədimkilər qırmızı gillə işləyirdi. Çox cüzi aparatlarla, o əlində olan istifadə ya daşdan olurdu, ya ağacdan oldu. Amma get-gedə müasirləşdikcə hamısı oldu tokdan falan. Amma uşaqlar gələcək nəsil çox anlayışlı olmadı bu sənətdə. Biz də belə qərara gəldik ki, başlayaq ağ gilinə, seramik və fağır ya gələcəkdə inşallah porselen olacaq. Fərqi nədir? Farfır, keramika, porselen? Onların yüksək dərəcələrinə, bu bişmə dərəcələrinə fərq eləyir, ya çini, hamısı fərqli. Biz seramikdən başladıq ki, gələcəkdə tanınsın ölkədə, ondan sonraki keçək olaraq. Mən belə başa düşürəm, Şəhla xanım, siz sənət tərəfi ilə məşğulsuz, siz isə biznes tərəfi ilə. Bəli, bəli. Bəli, düzdür. Ona görə biz gözəl ikili ola bilmişik bir yerdə. Əsasən fincan, qəfədan və yağ qabı görürəm. Bəli, yox. Əsasən. Yox, biz indi o birisi otaqda rənglənmiş, bişmiş hazır qablarımız var. Orada rəssamlar oturacaq. Bunların üstünə şəkillər çəkəcək və biz onu satışa verəcəyik. Satırıq da bugünkü gün. Amma bizim burada məqsədimiz ən çox xam mal istehsal eləməkdir. Bəli. Ki bizim keramistlərimiz, bizim rəssamlarımız, hansı ki bunlara əl çatmır. Çünki bunun xam malı gətirmək Azərbaycana, bunu istehsal eləmək, bunu peçdə bişirmək, yəni bunlar biraz çətin məsələdir. Elə bir əl işi olub ki, hazırlamısınız onu və onu satmaqdan imtina eləmişsiniz, çünki çox gözəl alınıb. Demişsiniz, yox, böyle özünə qalacaq. Bəli, çox işlərində işlənib. Əl işi çox gedib ona, ya ürəyimizdən gəlməyib sataq, ya da demişik bizim əsərimiz qalsın da illərcə bu üstündə işlənib. Çoxdur belə satılmayan, satmaq istəmədiyiniz. Bəli. Hansı ki biz onları muzey üçün saxlamışıq. Biz orada xalça ornamentdə, bizim xalça ornamentdə amma yonulmuş vazalarımız var. Biz hansı ki Siz məni intriqa edirsiniz. Biz onu özəl muzeylər üçün hazırlayırıq ki, bizim Şəhla xanım işləri o muzeylərdə illərlə qalsın və 50 il, 60 il, 100 ildən sonra onlar da antikvariat sayılacaq. Onlar da ölkəmizdə
gələn yeni nəsil üçün, yeni keramistlər üçün bir ümid olacaq ki, yəni ki, 100 il bundan qabaq yaşayan keramistlər, əl işləri bu günə qədər gəlib çıxıb. Əsas məsələ burada istehsaldan başqa cavanların yönətməlidir. Bəli. Ki, niyə ölkədə bizdə Çinlə qab-qacaq gəlsin? Bir belə sənətkar varsa, hələ Əmircanda. Əmircan Əslində çox düz deyirsiniz. hələ Əmircanda sənətin anlamı buradan mən deyərəm başlayıb. Düzdür, Azərbaycan hər sənətdə zəngindir. Ki, halça ola, mis ola, keramika ola, şəbəkə ola ki, Şəkidə çox böyük şəbəkə işləyən var idi. Biz yaxından onlarla tanış olduq. Amma Əmircanda da böyük rəssamlarımız var və uşaqlar rəsmi surətdə fəqət görürlər. Amma ləms eləmək, yaxından görmək də lazımdır. Biz onu çalışırıq ki, bacardığımız qədər yönəldək uşaqları. Ən maraqlısı elə deyəsən burada baş verir. Bəli. Orada qablar hazır olur. Burada da ki, bişim orada olur. Amma burada çəkim. Burada gördüyünüz kimi bizim Murtuza Muxtar Mitidir və meydanı şəkli. Süjetlər hardan götürülür? Sujetlər bizdə ən özəl sujetlər bizdə. Biz istəyirik ki, bizim Azərbaycana aid xas olan milli ornamentlərimiz, muzeylərimiz, qədimi tarixi abidələrimiz, bunları daha çox biz boşqabların üstünə yansıtmaq istəyirik, daha çox. Muğam dəstlərimiz, tar, kaman, xalça naxışlarımız, narımız, butamız, hər bir şey, biz nə varsa, bunun hamısını, hər birini boşqabların üstünə yansıtmaq istəyirik. Bir də rəssamlarımız rəsm gözləri var. Kreativ özlərinə aid şəkillər olur. Gördüm orada qartalla qucaqlaşmış gözəl bir xanım. Bəli, bizim xanımımız Şəhla xanımın qızlarıdır ikisi də. Bu da bizim gözəl rəssamımızdır. Bəli, tanınmış rəssamımızdır. Yəni ki, öz ağıllarına gələn işləri də görməyə çalışırlar. Amma bir tərəfdən də yəni ki, bizim Azərbaycan... Böyükdür tələbat. Bəli, var tələbatlar. Yəni mən bu sualı mən sizə verirəm, çünki biznes tərəfini siz fikirləşirsiniz, düşünürsünüz. Bəli, bugünkü gün tələbat var. Amma bu tələbatı biz yansıdana qədər biz çox əziyyətlər çəkirik. Biz 2 ildir bir yerdə işləyirik də. Yəni ki, biz insanlara bunu, cəmiyyətə bunu yəni özəl bir iş olaraqdan təqdim edib, onlar aparıb onu işlədib, fərqinə varana kimi biz çox əziyyətlər çəkirik. Zaman alacaq, bəli, zaman çəkəcək, biz ona dözürük. Amma bugünkü gün həqiqətən də yavaş-yavaş biz görürük. Məsələn, keçən də Qəbələdən gəlmişlər ailə. Çox baxdılar, məmnun oldular, aldılar, apardılar. Deyirsiniz, işlədirlər, yəni məişətdə istifadə olunur mu? Yəni tək suvenir kimi deyil. Yox, bu əsl evdə Rahat-rahat istifadə edə bilərsiniz. qabdır. Qab yuva maşınına qoya bilərsiniz. Çünki mən texnik baxımından ki 17-18 ildir bu işləyəm. Hər zaman, yəni gilin özündə formul eləyirəm. Rahat-rahat istifadə. Nə çat verəcək, nə ziyanlı glazuru var. Rahat-rahat istifadə edə bilərsiniz. Biz çalışırıq ki, gələcəkdə söhbət elərik, Gül xanımla cehizliyi belə özümüz istehsal edəcək. Burada lazım qalmayacaq, başqa yerlərdən gedib alırlar. Türkiyənin, nə bilim, Çinin, bəli. Biz öz yerli istehsalatımızı, o ki, hansı ki, desinlər ki, bəli, bu Azərbaycan brendidir, özümüzdə istehsalım və mən qızıma bu brenddən cehiz verdim. Bəli. Yəni ki, ən çox önəmsənsin də, yəni ki, biz də buna çalışırıq, həqiqətən. Bu yaxınlarda belə bir xəbər eşitdim ki, Çindən gələn bu belə suvenir qablardan içmək ziyandır. Çünki yox, bizimkilər yox. bilirəm sizə Çünki yox. yüksək dərəcədə bişir. Vardı Onlar amma deyir bəziləri. onu çox aşağı dərəcədə bişirirlər. Glazurları aşağı dərəcədə olur, çatlama verir. Onlar tamamilə ziyandır yəni. Çox ziyanlı bir şey. Amma Bunlar tam istifadə olunan üçün yoxlanır. orqanik yoxlanılır. %100 zəmanətinə. Bir qabın hazırlanması bizdə nə qədər vaxt tələb edir? O qabın böyük ya balaca olmağına bağlıdır. Amma bu hal-hazırdakı düzəltdiyi qabın 10-15 dəqiqə qancar üstünə. Bundan sonra bir etap quruyur, ondan sonra yonurlar. Kəbi olur qabın dalısını gördüyümüz kasaların ətrafında yumur.
Onları götürüb istifadə halına gözləyirik. Bir dəfə bişiririk, util, öz dilimiz biskvit eləyirik. Ondan sonra glazurlayırıq istifadə halında. Yəni supumuzu içə bilirik içində. Bəs sıfırdan tam hazır olana qədər bu istehsal vaxtı nə qədərdir? 15 gün. 15 gün. Əgər üstündə heç bir proses getməsə, oyma olmasa, oyma olsa bir ay yarım. Amma yox, sadə naxış çəkəcək, qoyacaq 15 gün quruma fasiləsidir bu. Yəni bizlik olsa deyərik tez hazırlayaq. Bəzi qablar ki biz muzeylikdir, az sına bilər, qançarda hazırlayırıq, tam əl işi olsun. Amma istehsal qablarımız gördüyünüz kimi qəlibdə çıxır. Qəlibdə ola bilər 5-6 ildir dəbə düşüb. Geçmiş zamanda mən öyrəndiyim zamanda ayağla hazırladıq və qançarla. Siz təsəvvür edin 50 dənə boşqabı bir razmerdə hazırlamalıydıq. Çünki qəlib yox idi. İndi amma işimizi rahatlamışıq, qəlib də keçir. Qançar işi tamamilə fərqli olur. Bu sırf əl işi olur. Bu yəni 100 il sonra siz bunu antikvar olaraq hər yerdə satışa ya tarixi olur da, bunun tarixi olur. Bu dəqiqə hazırlanır, əlbəttə. Bu dəqiqə hal-hazırda hazır olan bir zat da dəqiqə keçəndən sonra olmur, amma bu yaranır. O baxımından baxanda o bizə zevk verir. Dərin fəlsəfəsi var istənilən halda. Təşəkkür edirəm sizə. Çox sağ olun. Uğurlarınız bol olsun. Təşəkkür edirəm. Bura gələndə sosial şəbəkədə taxta işləri ilə məşğul olan sənətkarlar da gözümdən yayınmamışdı. Dedim onların da əl işlərini görüm. Adətən xarici səhifələrdə bu işlərlə rastlaşırdım. Sən demə bizdə də belə sənətkarlar var. Əziz, bu müəssisənin adını Wood qoymusunuz, yəni taxta əhvalı. Bəli. Adından da bəllidir ki, taxta işi ilə məşğulsunuz. Sırf taxta işi ilə məşğuluq. Düzdür, bu adı axtarmaq bir xeyli zaman çəkdi. Düşündük, həm dövrün tələbinə uyğun olsun, həm inşallah festival dövrlərimiz var. Kənara çıxanda daha səslənsin, başa düşülsün. Yeganə adamlardansınız, əhval-ruhiyyəni tutursunuz. Yəni, Wood'u hamı tutur, amma əhval-ruhiyyəni tutan yoxdur. Bəli, standart bir iş görmək fikrimiz olmadı. İstədik ekskluziv, yaradıcı bir iş görək. Çünki əməkdaşların əksəriyyəti sənət adamlarıdır, rəssamlardır. Mənim özüm qardaşım rəssamdır. Ona görə qeyri-adi. Səttar Bəhlulzadənin tələbəsinin tələbəsidir. Bəli, belə deyək. Bu torba qonusu özü yaradır. Sənətkarlar çoxdur. Biz də istədik sıradan bir sahə götürməyək, maraqlı sahə götürək, standart bir sahə olmasın. İndi işlərimiz də göz qabağındadır. Nərd taxtalar gördüm, oyuncaqlar gördüm, sonra mətbəx üçün ləvazimatlar gördüm. Bu spektri özünüz təyin edirsiniz ki, bunlar Təbii olsun. ki, ilkin başlanğıcda düşündük tam yaradıcılıq, ekskluziv bir ədəd, ikincisi olmasın kimi, amma işi sifarişlər yönləndirir, tələbat yönləndirir. Sənin istəyindən asılı deyil. Tələbat nəyədirsə, onu hazırlayırsan. Bu, indi uzun illərdə də artıq biz elə tanıyırlar ki, istənilən bir şeyi onun tam kopyası da olmasa bənzərini yarada bilirik. Ona görə hər kəs öz istədiyin dediyinə görə, hər kəsin də öz istəyi olduğuna görə bu cür asortimentlər başladı artmağa. Tələbat deyirsiniz, böyükdür, çoxdur. Düzə qalsa biz bu işə bir hobi kimi başlamışdıq. Biz də bilməzdik ki, yəni Azərbaycanda eko işlərinə bu qədər tələbat var, taxta işlərinə, dekor işlərinə bu qədər maraq var. Nə qədər vaxtı fəaliyyət göstərirsiniz? 7 ildir artıq fəaliyyət göstəririk. Və artıq bu hobbidən çıxıb kənara Hobbidən artıq bir ildən sonra çıxdı. Biz artıq Instagram səhifəsi tanınandan sonra biz gördük ki, tələbat o qədərdir ki, bunu artıq işə çevirməliyik və şükür Allaha xırda-xırda bu gəlib bu səviyyə satmışıq. Qiyməti necə müəyyənləşdirirsiniz? Qiymət təbii ki, çalışırıq ki, orta təbəqəyə işləyək. Ekskluziv məhsullarımız da olur, dediyim kimi, o eboksit nədlər bir ədəd hazırlanır. Təbii ki, onların qiyməti material da çox olduğuna görə fərqli olur. Əsasən maya dəyəri, zəhmət haqqı, müəyyən xərclər və minimum bir qiymət ki, əl çatan olsun, hamı bu məhsullardan bəhrələnə bilsin. Ətrafda o qədər gözəl əl işlər var idi ki, birinə baxandan sonra digərinə baxırdım. Daha sonra yenidən əvvəlkini izləmək üçün arxaya qaydırdım. Yenidən baxırdım.
Ebaksitdən tək nə taxta düzəldirsiniz, yoxsa masa da olur? Masa da olur, sonra şahmatlar olur bizdə. Təbii ki, sifarişlə hazırlandığına görə hazırlanır və gedir. Bizdə onun nümunələri çox nadir hallarda qalır. Şəkili var heç olmasa? Kataloq hazırlamaq fikrimiz var. Hələ fikriniz var. Yəni, yaxşı mənada hələ ehtiyac görmürük. Çünki tələbat o qədərdir ki, artıq işimiz də bilirlər. Instagram səhifəsi var, TikTok var. Müasir dövr üçün bəs edir, kataloq əvəzidir. Sifariş adətən Əmircandan olur, yoxsa ki, bütün Azərbaycan? Yox, Əmircandan çox az, belə deyək, sifariş olur. Əsasən sifarişimiz onlayn, Azərbaycan, xarici ölkələr, Kanadaya qədər məhsullarımız gedib. Xeyirli olsun. Uğurlarınız bol olsun. Çox minnətdaram. Sərgilərdən eşitdik sizin haqqınızda. İnşallah. Təşəkkür edirəm. Çox sağ olun. Əmircan qəsəbəsində Səkinə xanım Seyid Saleh qızı piri var. Səkinə xanım Seyid Saleh qızı 7-ci İmam Musa Kazımın nəslindəndir. O, deyilənlərə görə Əmircan qəsəbəsinə gəlin gəlib. Xalq təbabəti bilicisi kimi bölgədə məşhur olduğu da deyilirdi. Pirin içərisində bir neçə məzar daşı var. Onlardan biri Səkinə xanım Seyid Saleh qızına məxsusdur. Digərlərinin isə kimə aid olduğu bəlli deyil. Deməli, burada bir maraqlı məqam da var. Mütəxəssislər araşdırma aparıb. Bu ziyarətgahın yanında qəbir daşları aşkar olunur. Onun üzərində olan yazıları oxumağa çalışırlar. Məlum olub ki, bu qəbir daşları Türk əskərlərinin məzar daşlarıdır. Və o da məlum olub ki, Cümhuriyyət dövründə burada döyüşmüş Türk əskərlərinin məzarlarıdır. Elə Əmircan kəndini yenə gəzirdim ki, bir də gördüm tanış sima. Əvvəlcə dedim yox, bənzətdim. Sonra onun mənə yaxınlaşdığını gördüm. Dəqiq bildim ki, odur. Mənim əskərlikdə baş çavuşum olmuş İntiqam Mustafayev. Sanki o dövrləri xatırladım. Danışdıq, dərdləşdik, çoxdandır bir-birimizi görmürdük. Artıq təhris olduğunu bilirdim. Anladım ki, o da mən də qocalırıq. Amma sanki hər şey dünən baş vermişdi. Onunla mütləq görüşəcək deyə sözləşdik. Xatırlayırsınızsa, biz dünyaca məşhur Qəyyur Yunusun qonağı olmuşduq. Görüşün ən maraqlı məqamında sizi intizarda saxladım. Hə, indi rahat ola bilərsiniz. Onunla elə qaldığımız yerdən də söhbətə davam eləyəcəm. Bu rəsm əsərlərinə baxanda özüm-özümə dedim, bu cür sənətkar dünyada tanınmalıdır. Sualım acı da olsa müsahibimə verdim. Bəs niyə Azərbaycan rəssamları dünyada az tanınır? Gəlib sənin əsərinə baxanda və ya bir sərgidə və ya muzeydə baxır görür ki, bu necə, bu elə bunun bir dənə adı şeydir. Bunun əsərinin altından bir dənə xristian adı yazsın, elə yapışacaq, gedəcək. Amma Fikrət Əmirovun, Üzeyir Hacıbəyovun əsərinin altından John Major deyəsən yaza bilərsən, getmir. Aydın oldu, öz mədəniyyətinlə Allah sənə nə verib, hansı mədəniyyətin nümayəndəsisən, tarixin, mədəniyyətin, kökü onun üstündə qur. Çalış, onu inkişaf elətdir. Xaricilər gəlir, baxır, bunu Avropada çoxdan eləyirlər, Picasso eləyib, Matisse eləyib, hamısı bunlar eləyib, indi bunlar yamsılayırlar, bu yamsılamaqdır. Ortalığa orijinal əsər çıxara bilməzsən o yolla. Bax, bu məsələdir. Elə bu suallardan sonra istədim ki, bu gözəl sənət əsərlərini öz gözlərimlə deyil, Qəyyur Yunusun gözləri ilə görüm. Çünki onun gözləri ilə görmək bir başqadır. Bu tabloda nişanlı qıza həsr olunub. Bu tablonun da adı belə adlandırmışam ki, qəbul edilməmiş çiçəklər. Deməli, nişanlınız qızın ad günüdür. Bunun nişanlısı bəy özü gəlməyib. Qulluqçusu ilə çiçək yollayıb ki, təbrik eləsin onun adına. Bu nişanlı qız da onları qəbul eləmir. Deyir ki, nişanlım niyə özü gəlmir, təbrik eləmir. Çiçəkləri qaytarır, gelib ki, verirsinizmi? Burada
biraz müxtəlif düşüncələrin bir yerdə toplanması ilə bağlıdır. Məsəl üçün, insanın dünya ilə bağlı, axirətlə bağlı, həyatı ilə bağlı müxtəlif düşüncələr olur da, fikirləşir. Və həqiqəti fikirləşməyə Allah Quran-ı Kərimdə zikr deyir. Zikr etmək, yəni Allahı zikr etmək, Allahın yaratdıqlarını. Burada həm dünya ilə bağlı məsələ var da, məsəl üçün, həm də axirət barədə xəbərdarlıq edir. Məsəl üçün, hər bir insan, hər bir canlı bu dünyada yaşayır müəyyən ilə qədər və əcəli çatanda ölür, dünyasını dəyişir. Burada da bu odur ki, yəni bu qəbr evinin şeyidir. Burada da fikir verirsiniz, insanların Allah bölüb də, əsasən iki yerə bölüb də, möminlər və kafirlər, müşriklər, günahkarlar. Bu da onların rəmzidir. Və bu üçü mələk rəmzləridir. 1, 2, o da 3. Hər bir insanın yanında, sağında, solunda, qabağında, arxasında 2 mələk var, o deyil. Bircə qalır bu dünyanın insanı, qadın. Və qadın olduğu üçün də fikir verirsiniz, axı sual oluna bilər ki, mələklər kim deyir ki, qadındır və yaxud kişidir? Mələklər tamamilə insanlar kimi deyir ki, cinsi yoxdur ki, deyəsən, biri kişidir, biri qadındır. Amma qadın olduğuna görə məhrəm məsələsi var da, mələklər də qadın. Allah, məsəl üçün, Həzrəti Məryəmə ki, Cənab Cəbrail gəldi, Allahdan müjdə bildirdi ona, qadın libasında gəldi onun görüşünə. Və yaxud Peyğəmbərlərə hələ kişi libasında gəlirdi. Ki, qorxmasın. Bax, bu məsələ var, məhrəm, naməhrəm məsələ. Hər əsər bir ayrı aləmdir. Məsələn, elə bu da. Bunun da ayrıca bir hekayəsi var. Bu əslində Qurban bayramına. Görürsünüz, burada 2 qurbanlıq var, qoç və orada da insanlardır. Orada görürsünüz, orada çəki daşı var. Ki, mizan tərəzi var ki, qiyamət günü mizan tərəzi Allah ölçəcəkdə kimin yaxşı əməlləri ağır gəldi, onun yeri cənnətdir. Pis əməlləri ağır gəldi, onun yeri haradır? Cəhənnəm. Bu əsərin isə adı Ərim Gəldidir. Niyə belə adlanıb bu rəsm əsəri? Bax, onu indi rəssamın öz dilindən eşidəcəksiniz. Bu tablo sərgidə olmuşdu 2010-cu ildə. Bu Səttar Bəhzadın da sərgi salonu var, orada keçirilirdi, fərdi sərgi idi. Onda da Mədəniyyət Naziri Polad Bülbüloğlu. Bu işə yaxınlaşanda, orada da qonaqlar vardı, rəsmi nümayəndələr var idi. Bu işə yaxında adın oxudu buradan, Polad. Çoxsu bilmir də. Bu işin adı, bu tablonun adı Ərim Gəldi. Oxuyan kimi mənə deyir ki, qayır, bu Ərim Gəldi deyirəm, hə. Onlar da baxır, bunlar nə danışır, necə Ərim Gəldi. Bu Şuşalı da bilir də, Şuşada bir yer var, adı Ərim Gəldidir, o yerin adı. Onun tarixi var. Hələ 19-cu əsrdə İbrahim xan vaxtında elə bu İpək yolu karvan var idi də. Gedirdilər ticarətə, İrana gedirdilər də. Karvan gedib İrana, mal-zat ticarətə gediblər. Bir dənə də Şuşalı cavan qız gəlin. Bunlar baxırlar, Şuşada Xankəndin tərəfə yol var, o çoxdan atərəbə yol olub. Oradan görsənir belə, aşağıda uzun bir məsafə görsənir. Kətlər görsənir aşağıda, çünki hündür də Şuşa özü hündür yerdir. Və o qız cəmaat yığılıb ki, bax indi noyabr ayı olur da, indi bizimkilər gələcəklər. Kiminin atası, kiminin qardaşı, kiminin əri. Hələ belə də gəlirlər də, karvanda hamısı kişilərdir, gediblər ticarətə, indi qayıdırlar. İndi oradan nə mal alıblar, buradan nə aparıblar. Hamısı baxır yola ki, cavanın da gözü yaxşı görər. Yaşlı adamın gözü çox dəqiq görməz ki, cavan gəlindir deyən, həsrətində də əri də gedib, əri karvancı.
görür ki, karvan gəlir, sevincindən demir, karvan gəldi. Axı, karvanın içində bunun əri də var. Sevincindən qışqırır ki, ərim gəldi. Və o yerin adı Şuşada bir təpəli yerdir, Şuşa qalasından belə orada görsənir. Və o qız ki, orada qışqırıb, gəlin qız ki, gəlin xanım qışqırıb ki, ərim gəldi. O yerin adı indiyəcən ərim gəldidir. Şuşalılar hamısı bilir o yeri. Qəyyur Yunus ilə həmsöhbət olmaq mənim üçün çox xoş idi. Sevinirəm ki, bu cür sənətkarı sağlığında gördüm. Bu da məni xoşbəxt eləyən əsas məqamlardan biridir. Elə müsahibə aldım, gəzdim, dolaşdım. Bir də ayıldım ki, artıq zamandır, ayrılma zamanı. Təəssüf hissi keçirsəm də, həm də sevincliyəm. Bu cür gözəlliyi gözümlə gördüm deyə. Sən də gör, sən də sev. Lap bu yazdakı mənalı cümlə kimi.